İsa ez şagirdlerine bunları dedi. Bir varlı adam bir nazır var idi. O varlı adama haber etişti ki o nazır onun malını beybad edir. Kişi o nazırı ez yanına çağırdı و dedi: bu gəblər nədir ki sənin haqqın nə iş edirəm? İxtiyariyan qoyduğun malın hesab kitabını ver. Çünkü daha mənim için nazırlık işi gerə bilmək. O nazır da ez yanına dedi: اینه که اربابم سیر bu nazırlık işini məndən ala, necə dəsim? Mən ki nə qazma vurmaq gecə varım, nə də gedaylık etmək izi. Biləm necə dəsim ta nazırlıkdən olanna bir para adam varım ola ki eylərinin dərini mənə açarlar. Pes erbabına verecek olan adamları bir از yanına çağırdı. Əvvəlkədən xəbər aldı: mənim ərbabıma nə qad verəcəyin? O adam dedi: iz Hələb zeytan yağı. Nazır da ona dedi: budur, hesabın yazılısını getir, tez otur و yaz 50 Hələb. Ondan sonra o birine dedi: sen ne qad verəcəyin? O adam dedi: iz batman buğda. Nazır ona dedi: ez hesabın yazılısını getir و yaz 80 batman. Erbab bu kere Nazır'ın zirengligenden tarif etti. Bu səbəriyə ki, gerçekten bu zamananın oğulları ez ruhallarından bu dünyanın adamlarıyla işıq oğullarından zirengterdirlər. Pes sizə deyirəm ki, dünyanın yalan malını yolla şələ gətirməyə çə xərc ediz ta malı istikənənə sizə əbədi mənzillərdə yoğdarlar. O adam ki çox küçük işdə amanatdar ola, böyük işdədir amanatdar olar. Ama o adam ki çox küçük işdə sapsadıq olmaya, böyük işdədir sapsadıq olmaz. Pes eگر siz dünyanın yalan malına amanatdar olmayayız, kim o gerçek malı size tapşırır? Ve eğer siz ezge mal haqqına amanatdar olmayayız, kim az malınızı size verer? Hiç neykar iki erbabın qulluğuna ola bilmez. Bu xatirə ki ya birinciden nefret var olar و ikinci çox siyər, ya da birinciye vafalı qalar و ikinci küçük sayar. Siz başarmayız ki hem tarı qulluğuna olayız, hem de pil qulluğuna. Farisi firqəsinin alimləri ki çox pil pərəstidirlər, var bu gəbləri eşidəndə İsa'yı rişxənd etdilər. İsa onlara dedi: siz o adamlarayız ki xalq gezidəmində ezinizə ələ girsədiniz ki engar haqq sizinəndir, ama tarı sizin irənizdən xəbər varı. Çünkü o zatlar ki adamlar arasında çok ارزش vare, tarı gezinde hiç baxmalı değil. Təmid verən Yahya zamanının çəz, Tevrat و peyğəmbərlər yazılıları işisindəydi. O zamandan sonra tarı padişahliginin xoş xəbəri verilir و var xalq gecəy izlərinə yol açırlar ta gedərlər içəri. Ama asantardır ki geynən yer aradan gedə ta bu ki Tevrat'ın bir noktası heç ola.